də bir feildən istifadə ediriksə, dedik ki, müəllim mənə ifadəli oxumağı öyrətdi. Baxın, oxumaq, görürsünüz burada bir feil var. Amma ingilis dilində də, mən bilmirəm, Azərbaycan dilində də yəqin belədir, ingilis dilində iki feil yanaşı gələ bilməz. Və əgər zərurət varsa, gəlməlidirsə, bax deyirəm ki, oxumaq. Oxumaq nə etmək? Kökdə bir feil var, bir hərəkət var. Onda artıq bu feil isimləşməlidir. Niyə isimləşməlidir? Çünki həmin feilin tələb elədiyi, cümlədə tələb elədiyi tamamlıqdır. Nəyi öyrətdi? Müəllim yoldaşlar, işdir. Əgər izahım sizi qane eləməsə, çox xahiş edirəm, soruşun. Bu feil əgər nəyi sualına cavab verirsə, onda deməli özündən sonra tamamlıq tələb edir. Ona görə də heç vaxt feil cümlədə tamamlıq ola bilmir. Feil cümlədə nə olur? Feil cümlədə adətən xəbər funksiyasında iştirak edir. Ona görə bax bu infinitiv və gerundun yaranmaq zərurəti bundan olub. Deməli, infinitiv nə idi? Infinitiv feil isimləşmiş feildir. Necə ki, biz isimləşmiş sifətdən danışırıq, deyirik ki, məsələn, onların əsas əlamətləri article ilə işlənməsidir, bəzi isimləşmiş sifətlərin cəmlənməsidir. Elə Azərbaycan dilində də belədir da. Bax, məsələn, tutaq ki, deyirəm gözəl qız, bir də deyirəm ki, gözəl sinifimizdə ən gözəl qızdır. Çox üzr istəyirəm, müəlliməni qəbul edək. Deməli, müəllim yoldaşlar, necə ki, biz isimləşmiş sifətləri artıq illərdir ki, keçirik və bunun nə olduğunu hər kəs 5-ci sinifdən artıq mənimsəyib bilir. Infinitiv, yəni məstər və gerund da həmin bu isimləşmiş feildir. Və bunlar nəyə görə məhz feildən sonra gəlir? Çünki ingilis dilində bizim nəqli cümlənin söz sırası var. Subject, verb, object, place, time. Yəni swapped bizim adi bildiyimiz bir düsturdur, nəqli cümlənin söz sırasıdır. Hər bir təsriflənən feil özündən sonra məstər tamamlıq tələb edir. Bax, ona görə də məstər və gerund feilin isimləşmiş formasıdır. Amma bu heç də o demək deyil ki, bunlar, yəni həm gerund, həm də məstər bütün feili xüsusiyyətlərini itirir. Bəli, cümlədə feilin yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmir. Cümlənin xəbəri ola bilmir və yaxud da digər feilin suallarına cavab verə bilmir. Yaxşı, bəs onda hansı onun əlamətləri qalır ki, deyirik ki, mənşəcə feil olduğuna görə feilin bəzi xüsusiyyətlərini saxlayır. Məsələn, deyirəm ki, she was fined for smoking a cigarette. Baxın, for dedim. Fordan sonra ümumiyyətlə indi gerund haqqında ayrıca danışanda yenə də deyəcəm ki, ümumiyyətlə söz önündən sonra gerund işlənir. Və mən bu cümlədə dedim ki, for smoking cigarettes. Bu nə deməkdir? Biz bilirik ki, tamamlıq tələb eləyən nitq hansıdır? Feildir. Amma mən burada smoking və gerund işlətdim və gerunddan sonra tamamlıq işlətdim. Niyə? Çünki gerund baxmayaraq ki, isimləşmiş feildir, amma mənşəcə feil olduğuna görə feilin xüsusiyyətlərini saxlayır. Ona görə də biz isimdən sonra isim işlədə bilmirik, yəni tamamlıq funksiyasında, amma gerunddan sonra tamamlıq gəlir. Çünki özünün feil mənşəyini unutmur və bu xüsusiyyətləri daşıyır. Deməli, bildikdir. İndi artıq bildik ki, infinitiv nədir, gerund nədir? Bunların hər ikisi feillərin isimləşmiş formasıdır. Hər ikisi isimləşmiş feildir. Bəs yaxşı, feili isim nədir? Bu feili ismin adının dəbdəbəli, gürultulu, çətin səslənməyinə qətiyyən fikir verməyin. Bu sadəcə olaraq bir isimdir. Sadəcə olaraq bir isimdir, lakin kökü feildir. Yəni feildən düzələn isimdir. Tutaq ki, deyirəm ki, writer. Writer nədir? Yazıcı. Sözün kökü write-dır, feildir. Bu isim düzəltmə isimdir. İA, peşə, sənət bildirən şəkilçi vasitəsilə bir feildən əmələ gəldi. Və yaxud da deyirəm ki, writing, yazı. Yazı. Bax, bu da yenə də sözün kökü nədir? Write.
yaz feilidir və ing şəkilçisi vasitəsilə bir isim əmələ gəldi, düzəltmə isim əmələ gəldi. Deməli, əgər bir isim feildən düzəlirsə, kökü feildirsə, bu cür isimlərə də feil isimlər deyirik. Deməli, bugünkü dərsimizin mövzusu nədir? Gerund idi, məsdər idi, feili isim idi və bunları necə fərqləndirəcəyik? İndi ondan danışacağım. Hər üçündə, bir də feili sifətdə şəkil dəyişmə var. Yəni, əslində feili sifətin ing şəkilçisi bunlara bənzəyir. Yoxsa bunlarda feili sifətdə heç bir ismi xüsusiyyət yoxdur. O sifətdir. Necə ki, gerund isimləşmiş feildir, feili sifət 1, feili sifət 2 də sifətləşmiş feildir. Yəni, artıq biz buna isim kimi baxa bilmirik. Bunun gerunda və feili ismə olan oxşarlığı sadəcə şəkilçisidir. Amma tamamilə fərqli deməli, cümlə üzvü olurlar cümlədə, tamamilə fərqli funksiyaları var. Feili sifət sifətin xüsusiyyətlərini mənimsəyib, sifət kimi özünü aparır, cümlədə təyin olur. Digərləri isə ismin hansı xüsusiyyətləri var? Məsələn, isim cümlədə mübtədi olur. Bəli, deməli, gerundda mübtədi olur, infinitivdə mübtədi olur, feil isimdə mübtədi olur. İsim cümlədə tamamlıq olur, bu da. İsim, məsələn, söz önü ilə işlənəndə zərflik ola bilir, yer zərfi, zaman zərfi ola bilir, söz önü ilə işlənəndə. Bax, məsələn, nətər? Deyirəm, in the kitchen, harda? Mətbəxdə. Oldu mu yer zərfi? In the morning, nə zaman? Səhər. Bu da oldu zaman zərfi. Deməli, bunların nə olduğunu tam şəkildə anladıq və indi bunları cümlədə necə seçəcəyik? Birincisi, ən gözəl üsulu onun cümlədəki funksiyasıdır. Məsələn, deyirik ki, gəlin gerunddan danışaq, deyirəm ki, gerund cümlənin əvvəlində gəlirsə və cümlənin mübtədası funksiyasındadırsa, onda deməli bu feil sifət deyil, gerunddur. Ayəcəli söz. Niyə? Çünki gerund ismin funksiyalarını daşıdığına görə cümlədə mübtəda ola bilər. Məsələn, writing is my hobby. Writing mənim hobimdir. Və adətən xəbəri də tək tələb edir. Əgər iki fərqli gerunddan danışırıqsa və onları and bağlayıcısıyla bağlayırıqsa, xəbərimiz cəm ola bilər. Amma burada da diqqət eləmək lazımdır. Bir var deyirəm ki, writing books and newspapers is my hobby. Burada bir dənə activity'dən söhbət gedir, writing'dən. Sadəcə olaraq books and newspapers dedim. Bunlar iki dənə cümlə üzvünü birləşdirdi. Gerundu yox. Ona görə deməli, burada biz xəbərimizi tək götürürük. Amma reading and cooking artıq burada iki dənə activity'dən söhbət getdiyinə görə A deyəcəm. A, my hobbies. İkinci gerundu biz necə təyin eləyəcəyik? Söz önündən sonra. Əgər cümlədə görsək ki, söz önü var, bu %100 deməyək, əksər hallarda gerund olur. Niyə? Çünki elə feillər var ki, söz önü bu feillərin tərkib hissəsidir. Buna phrasal verbs deyirlər, yəni söz önü ilə işlənən feillər. Çünki söz önülər həm ismə aiddir, həm də feilə aiddir. İsmin əvvəlində gəlir, çox vaxt Azərbaycan dilindəki ismin hallarına uyğun, məsələn, to deyiriksə, sonra from deyiriksə, dan-dən kimi deməli, ismin hallarına uyğun şəkilçilər əmələ gətirir, şəkilçilərə uyğun gəlir. Amma feilin sonunda gələn söz önləri isə feilin ümumiyyətlə mənasını dəyişirlər. Məsələn, put qoy deməkdir, qoymaq. Amma put on, put off, baxın, tamamilə feilin mənası dəyişdi. Deməli, bəzən elə olur ki, məsələn, to look forward to bir söz önülü feildir və ola bilsin ki, bundan sonra gələn ing-li söz məhz feil sifət ola bilər. Ona görə də baxmaq lazımdır ki, funksiyasına. Cümlədə
Əgər mübtədə və yaxud da tamamlıqdırsa, bu gerunddur. Yox, əgər təyin funksiyasındadırsa, bu fe'li sifətdir. Və bir şey də çox xahiş edirəm, qeyd edib götürün ki, əgər cümlənin əvvəlində gəlirsə ing-li söz və fe'li sifət kimi gəlirsə, bu cümlənin özünün əvvəlində, cümlənin özündə mübtədə varsa, yəni ing-li söz məhz fe'li sifət kimi işlənirsə, bu ya zaman zərfi olur, ya tərz hərəkət zərfi olur. Çünki fe'li sifət 1 və fe'li sifət 2 həm sifətin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Və fe'ldən sonra adətən gerund gəlir. Fe'li sifət gələndə tərz hərəkət zərfi olur. Bax, bu şeylərə fikir versəz, fe'li sifətlə gerundu seçməkdə çətinlik çəkmərsiniz. Bir dəfə də təkrar eləyək ki, tam yadımızda qalsın. Adətən gerund cümlənin əvvəlində gəlir. Mübtədə olur, yəni həmin cümlədə başqa bir mübtədə olmur. Çox vaxt, əksər hallarda söz önündən sonra gəlir. Əvəzlikdən, yəlik əvəzliyindən, yəlik halda olan isimdən sonra gəlir və ən əsası fe'ldən sonra gəlir. Dedik ki, tamamlıq funksiyasında yerinə yetirdiyinə görə fe'ldən sonra əgər ing-li söz gəlirsə, bu mütləq şəkildə gerunddur. Fe'li sifət ola bilməz. Amma əgər gəlirsə, fe'li sifət olursa, tamamlıq funksiyasında deyil, tərz hərəkət zərfi olur. Və bununla da yəni bilərik ki, bu ing-li söz gerunddur, yoxsa fe'li sifət 1-dir. Və fe'li sifət 2. Artıq fe'li sifət 2 bu dərsimizin 8-ci sinifin mövzusu deyil və digərlərinə nisbətən bir qədər çətindir. Amma deməli, fe'li sifət bu dərsimizdə yoxdur. Əsas infinitivdir və gerunddur. Ona görə də baxaq görək hansı fe'llər var ki, özündən sonra gerund, hansılar ki, özündən sonra məsdər tələb edir. Deməli, mən sizdən xahiş eləmişdim öyrənmək, amma yenə də bax, burada ekranda göstərirəm. Çox klassik bir şeydir ki, wantdan sonra, like'dan sonra, wish'dən, would like-dan sonra adətən məsdər gəlir. Offer'dir, plan'dir, expect'dir, fail, decide, agree, afford, can't afford. Bax, bu kimi fe'llər özündən sonra adətən məsdər tələb edir. Gəlin bir dəfə də təkrar eləyək. Deməli, məsdər tələb edənlər afford, can't afford. Yəni, imkanı çatmaq, bir şeyə özünə rəva görmək. Bax, belə mənalarda da tərcümə olunur. Choose, seçmək fe'li. Decided, deserve, nə deyirlər buna? Deserve nə idi? Haqq etmək də, bunun Azərbaycanca bilməm nədir? Haqq etmək. Expect, gözləmək, fail, uğursuzluğa uğramaq, hope, deməli, ümid etmək, no, need, bax bu need burada modal fe'ldir, əsas fe'ldir. Çünki biz bilirik ki, need əgər özündən sonra tulu məsdər tələb edirsə, bu əsas fe'ldir. Offer, plan, promise, want, wish, would like, like. Bax, bu fe'llər özündən sonra adətən deməli, məsdər tələb edir. 11-ci sinifdə bax, həmin bu mövzu davam edir və orada elə fe'llər var ki, remember, forget, try, sonra start, continue kimi fe'llər var ki, həmin fe'llərdən sonra həm məsdər, həm də deməli, gerund işlənə bilir. Amma məna fərqləri ilə bunları da növbəti fərqli dərslərimizdə daha yaxşı öyrənərik. İstəyirəm ki, yavaş-yavaş tədricən keçək ki, anlaya bilək. Deməli, 8-ci sinif həcmində bu fe'lləri veriblər, amma yenə də sizə deyirəm ki, Tural Seyidovun kitabında daha geniş izah olunubdur və oradan baxsanız əgər, bütün bu fe'lləri orada tapa bilərsiniz. Və gerundlar. Ümumiyyətlə, gerund miqdə də, digər testlərdə də nisbətən asan düşür. Çünki əksər hallarda rast gəlinən söz önündən sonra işlənməlidir. Sadəcə fikir vermək lazımdır ki,
Bəzi hallarda bu fe'li sifətdə ola bilər və buna görə də əsas funksiyaya fikir verin. Çox xahiş eləyirəm. Çox sizdən yenə də dəfələrlə xahiş eləyirəm ki, unutmayın. Gəlin indi baxaq bu cümləyə. Burada görəcəksiniz. Baxın deyir, I couldn't help laughing. Deyir ki, mən saxlaya bilmirəm, özümü saxlaya bilmirəm. Nədən? Bax görürsünüz, tamamlığın sualına cavab verir. Gülməkdən. Gülməmək əlimdə deyil. Gülməkdən özümü saxlaya bilmirəm. Bax belə məna verir. The students enjoy singing a song. Deyir ki, tələbələr zövq alırlar. Nədən? Mahnı oxumaqdan. Imagine walking in a forest at night. Deyir, təsvir elə. Nəyi? Walking, yəni gəzməyi. Bütün hallarda gerund cümlədə ya cümlənin mübtədası ya da tamamlıq olur və buna fikir vermək lazımdır. Baxaq görək hansı feillər idi. Deməli, imagine, practice, miss, mind, don't mind, keep, couldn't help, enjoy, recommend kimi feillər özündən sonra adətən gerund tələb edir. Və burada bir məsələ də var. Elə bu yaxınlarda mənə belə bir sual verilmişdi. Baxın, deyir ki, bu qayda, bəzən biz bunu fərqinə varmırıq ki, bu nə deməkdir. Gəlin baxaq. Deyir, verb, object, infinitive, with or without. Bu nə deməkdir? Deyir ki, yəni bax elə bu məsələn misala baxaq. My teacher advised me to revise grammar rules. Deməli, burada nədən söhbət gedir? Biz bilirik ki, bayaq da dedik, feillər, yəni transitiv, təsriflənən, Azərbaycan dilində təsriflənən dediyimiz, sadə olaraq belə yadınızda saxlayın da, nəyi sualına cavab verən feillər özündən sonra adətən məstər tələb edir. Çox üzr istəyirəm, tamamlıq tələb edir. Və baxın, burada 2 dənə tamamlıq var. Kimə məsləhət gördü? Mənə. Nəyi? Qrammatik qaydaları əzbərləməyi. Deməli, əgər cümlədə 2 dənə tamamlıq varsa, onlardan biri vasitəsiz tamamlıqdır, digəri isə söz önlü vasitəli tamamlıqdır. Bax, həmin o söz önlü vasitəli tamamlıq, bax, bu infinitivdir. Ona görə də cümlədə deməli, tamamlıqdan sonra məhz məstər işlənir. Deməli, burada 2 dənə tamamlıq var. Bir də baxın, məsləhət gördü. Kimə? Mənə. Bax, bu dənə vasitəsiz tamamlıqdır. Və ikincisi, nəyi məsləhət gördü? Əzbərləməyi və ikincisi də görürsünüz, söz önü var. Buna da deyirlər söz önlü vasitəli tamamlıq. Deməli, əgər cümlədə 2 dənə tamamlıq, həm vasitəli, həm də vasitəsiz tamamlıq varsa, ikinci tamamlıq söz önlü vasitəli tamamlıq məhz məstər olur. Davam edirik. Nick didn't allow his friend to use his mobile phone. Nick öz dostuna icazə... Buyurun. Bir dəqiqə soruşa bilərəm. Burada to revise məstərdir də, söz önlü tamamlıqsa məstərdir. Bəli. Tamam. Bəli. Söz önlü. Bax, görürsünüz, deyir ki, infinitive. Bura fikir verin. With or without. With or without. Baxın, adətən ikinci tamamlıq söz önlü vasitəli tamamlıq olur. Və ona görə də bu söz önlü vasitəli tamamlıqdakı söz önü to'dur. Və bu da məslərin tusudur. Bax, bunu biz bu quruluşu dəfələrlə görmüş ola bilərik, tərcümə etmiş ola bilərik, izah etmiş ola bilərik, amma fərqinə varmırıq ki, bu nə deməkdir. Bu cümlədə 2 dənə tamamlıq var. Bunun tamamlıq özü də təkcə birbaşa advise me, advise, to revise mi olmadan da işlənə bilər. Ümumiyyətlə, məstər və yaxud da görüntü cümlədə tamamlıq ola bilir. Vasitəli tamamlıq da ola bilir, vasitəsiz də tamamlıq da ola bilir. Başa düşdünüz? Bəli, müəllimə, başa düşdüm. Bax, bu bizim müəllimlərimizin biraz çox da belə
üstünə düşmədiyi yer olduğuna görə bir balaca çətinlik yarada bilir müəllimlər arasında. Bax, ona görə də xahiş edirəm ki, bunlara diqqət edək. Bax, bunlar nə üçün burada olduğunu biz fərqinə varmırıq. Hə, bu nədir ki, yerləşib də, əsas budur. Əsas tərcümə deyil. Biz tərcüməni eləyib uşağa çatdırmaqla işimiz bitmir. Biz gərək həmin o sözün cümlədə hansı cümlə olduğunu mütləq şəkildə anlatmalıyıq ki, uşaq bilsin ki, bu cümlə niyə buradadır. Ona görə də cümlə qurmaqda çətinlik çəkirlər. Və görün burada nə deyir? Deyir ki, some verbs can be followed by an object plus an infinitive. Bax, həmən şeydir də. Niyə görə? Ümumiyyətlə, bəzən cümlədə feildən sonra əgər tamamlığı varsa, birbaşa tamamlıq gəlir. Hətta əgər həmin o feilin zərfi varsa, yenə də tamamlıqdan sonra gəlir. Ona görə də yadınızda saxlayın ki, bu feil təsriflənəndir. Yəni, təsriflənən bir balaca çətin sözdür, anlaşılmaya bilər. Nəyi sualına cavab verirmi? Özündən sonra tamamlıq istəyirmi, istəmirmi? Əgər istəmirsə, no problem. Birbaşa özündən sonra zərf gəlib, onu təyin edə bilər də. Məsələn, tərz hərəkət zərfi, zaman zərfi, yer zərfi. Yox, əgər cümlədə tamamlıq varsa, birinci tamamlıq gələcək mütləq şəkildə feilin yanında. Ondan sonra isə, əgər varsa, ikinci söz önlü tamamlıq və sonra isə zərf gələcək. Bunu işləmək lazımdır. Ona görə də mən xahiş edirəm, növbəti dərslərimizə hazırlayın. Gerund bir də infinitiv olmalıdır və belə bir testlər var Kaspidə. Oradan başlayaq. Bir dənə olar müəllimə, bir dənə sual Əlbəttə ki, gördüyümüz advice-dır, allow-dur, ask-dır. Bu sözlərdən başqa sözlər, yəni varmı? Bəli. Mən dedim, görünürsünüz ya gec qoşulmusunuz, ya da başa düşməmişsiniz nə deyirəm. Tural Seyidovun bir gözəl kitabı var və orada bütün bu feillərin... Məndə var, o kitab məndə var, çəkib atarım mən qrupa. Ay, sağ olun, amma çoxdur. 200-ə yaxın feildir. Onları hamısına atmayın, çünki müəllimlər qorxacaq. Hər dəfə, hər dərs bir səhifəni atın, qoy müəllimlər onu yaxşı əzbərləyib mənimsəsinlər. Çünki bu çətinlikdən nə qədər biz qorxacağıq. Mən görmüşəm müəllimlər nisbətən bələd olduğu mövzulara girişirlər. O birisiləri nəsə qaçırlar, nə bilim, təxirə salırlar. Nə qədər bunun üstünə gedib öyrənmək lazımdır. Yox da az öyrənək, amma öyrənək. İndi isə linking verblər. Bax, bunlar da vacibdir. Biz, məsələn, 5-ci sinifdən uşağa öyrədirik ki, to be feilinin formaları, I am a teacher, you are a student və s. Amma heç kəs uşağa öyrətmir ki, bu mürəkkəb ismi xəbərdir və burada to be feili link, yəni birləşdirici feildir. Yəni, birləşdirici feil nə deməkdir? Ümumiyyətlə, anlamaq lazımdır ki, xəbərin iki forması var. Əgər burada hərəkət varsa, fiziki və yaxud da mental, əqli hərəkət varsa, onda deməli bu feildir, notional deyirik buna, hərəkət bildirən feildir. Məsələn, gəlirəm, gedirəm, hansısa bir fiziki və yaxud da əqli hərəkət var burada. Yox, əgər söhbət hərəkətdən yox, hansısa vəziyyətdən, haldan söhbət gedirsə, onda buradakı olan feillər birləşdirici feillərdir. Birləşdirici feillər nəyi birləşdirir? Birləşdirici feillər ya isimlə, ya sayla, ya əvəzliklə və çox vaxtda da sifətlə birləşərək cümlədə mürəkkəb ismi xəbər əmələ gətirirlər. İsmi xəbər nədir? Mən müəlliməm, kiməm, nəyəm? Sən qəşəngsən, necəsən? O 15 yaşındadır. Bunu ingiliscə deyəndə deyirsən ki, məsələn, she is 15 və bu da olur ismi xəbər. Yəni, sayla, birləşdirici feillər sayla, isimlə, əvəzliklə, yaxud da sifətlə birləşərək ismi xəbər yaradır. Və bu birləşdirici feillər çox vaxt rast gəldiyimiz to be-dir, amma digər feillər də var. Məsələn, to become, to get, to turn, to appear, to feel. Elə, məsələn, bizim
notional verb kimi tanıdığımız to grow, to go kimi feilləri də həm əsas, həm də birləşdirici feil ola bilər. Məsələn, deyirəm ki, turn yellow, sarıya çevrilmək. Bir var deyirəm, turn page, səhifəni çevir. Burada əsas məna daşıyır, hərəkət var, çevir səhifəni. Bir də var ki, deyirəm, turn yellow, saraldı, sarıya çevrildi. Bax, burada artıq hal və hərəkət var və buradakı feil də məhz birləşdirici feildir. İndi həmin birləşdirici feillərin bir neçəsi burada da yenə də azdır, amma yenə də oradan əzbərləmək lazımdır. Nə qədər ki, birləşdirici feilləri bilirsiniz, gerund və infinitiv tələb edən feilləri bilirsiniz, sizin testləriniz əla olacaq. Bunlar ən vacib qaydalardır. Çox xahiş edirəm, əzbərin. Deməli, burada hansılardır? Ən çox işlənəni look, sound, appear, feel, smell, taste, feel, stay, get, grow. Bax, bunlar düzdür, onlar həm birləşdirici ola bilir, həm də əsas ola bilir. Birləşdirici olanda, məsələn, deyirəm ki, you look beautiful, gözəl görünürsən. Görünürsən. Yəni, burada hərəkət yoxdur. Haldan, vəziyyətdən söhbət gedir. Onda, əlbəttə ki, nice deyəcəm, beautiful deyəcəm. Amma look, tutaq ki, angrily baxmaqdır. Ona görə də bir acıqla baxmaq, nə bilim, ümidlə baxmaq və s. Ona görə də bilmək lazımdır ki, bu feil cümlədə feildir, hərəkətdir, yoxsa hal vəziyyətdir. Məsələn, səslənməkdir, bir də Fərqləndirmək üçün, müəllimə, bəli, onu da fərqləndirmək üçün bir dənə asan yol var da, həmin feillərin hamısını to be ilə əvəz eləyəndə məna dəyişmirsə, deməli o link verbdir, məna dəyişirsə, deməli əsas feildir də. Çox təşəkkür edirəm, çox gözəl, necə deyim, yerində verilmiş bir izahdır. Çox sağ olun, müəllimə, bəli. Bunu demək olar ki, eləmək olur, amma düzdür, məna fərqi az da olsa olur, amma yəni to be ilə işlənirsə, deməli, o feillər də məhz burada birləşdirici ola bilər. Amma yenə də baxmaq lazımdır ki, hal vəziyyətdir, yoxsa hərəkətdir. Tural seems shy. Nə deməkdir? Deyir ki, Tural görünür, utancaq görünür. Görünür, bu onun görüntüsündən, halından, vəziyyətindən söhbət gedir. Tural is shy, Tural utancaqdır. Burada da yenə də bu bir sifətdir və bilirik ki, birləşdirici feillər adətən sifətlə təyin olunur, zərflə yox. Müəllim yoldaşlar, burada qalsın hələ ki, xahiş edirəm sizdən növbəti dərsimiz üçün gerund və infinitiv testlərindən işləyərik. İndi isə zəhmət olmasa 10-cu sinifin axırıncı yönetini soruşaq, baxaq görək, necə öyrənmişsiniz zəhmət olmasa. Buyurun, atın mənə, Kamilə xanım, zəhmət olmasa. Baxın, mən sizə atmışam. Buradakı testlər asan testlərdir. Buna da baxa bilərsiniz. Düzdür, 5-ci sinifə aiddir, amma yəni baxa bilərsiniz. İndi zəhmət olmasa, gəlin sözləri axırıncı uniti bir dəfədə təkrar edək və növbəti dəfədən başlayarıq 9-dan. 9-cu sinifi artıq nizamla öyrənərik. 10-cu. O 9-cu, çox üzr istəyirəm, axırıncıdır. Bundan da biz 10-cu sinifdə bilirsiniz, böyük bir iş görmüş oluruq. 10-cu sinifin sözləri çoxdur. Biz artıq 10-cu sinifin sözlərini biliriksə, bizdə qalır 9, bir də 10, 11. Çox işi görmüş oluruq. Sonra idiomları, sonra 504-ü, yəni öyrənmək lazımdır. Buyurun, zəhmət olmasa. Reklam. Advertisement. Doğru. Yayımlamaq, məsələn, hansısa bir televerilişin, telekanalın, broadcast, bəli. Nəticə. Consequence. Doğru. Kiber zorakılıq. Cyberbullying. 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 Yaxşı. Kimisə bezdirmək, aşağılamaq, bəzi hallarda təhqir etmək.
Get somebody nervous. Yoxsa Əsəbləşdirmək də o. Down. Get down, somebody down. down. Bəli. Bir şeyin öhdəsindən gəlmək və bunun ismi mənası dəstəkdir. Dəstək, qapı dəstəyi. Nədir bu? Handle, əl tutan. Bəli. Narahat etmək. Bəli. Harass. Bəli, bəli, harass, bəli. Media, kütləvi media. Media. Müəllimə, təşəkkür edirəm. Fatimə xanım, buradasınız. Zəhmət olmasa sizlə davam eləyək. Bəli. Davam eləyək sizlə. Təhqir etmək. Əslində bunu bayaqların bir başqa feillə demişdik. Amma get də ola bilər, bu feil də ola bilər. Hansıdır? Put Təhqir etmək. somebody down. Bəli, bəli. Aşağılamaq, təhqir etmək. Özünə hörmət. Self-esteem. Məruz qalmaq. Bu bir dəqiqə to be exposed to. Doğru. Məyus edici. Upsetting. Agresiya. Aggression. Utanmış. Ashamed. Tənqid etmək. Criticize. Doğru. Fəlakət. Təbii fəlakət. Təbii fəlakət. Dərd, ağrı, izdirab. Distress. Disaster deyil bu. Distress imiş. Utanmaq. Bir dəqiqə. Embarrass. Embrace. Doğru. Qaçmaq, canını qurtarmaq. Escape. Doğru. Kim var burada? Kamilə xanım danışdı. Əminə xanım, Mətanət xanım, kim var burada? Bəli, mən buradayım. Qədəsi. Buyurun, davam edin Əminə xanım. Deməli, tənqid etmək. Tənqid etmək. Tənqid. Tənqid eləyirsən bir adamı. Faultdur, yəni səhv, xəta başa verir. Criticize. Sonra vecinə almamaq, laqeydlik eləmək. Ignore. 2 dəqiqə müəllimə, mən bunu boş yerə yazıram. Bir dənə dayandıraq ki.